Ailənizin gəliri 20-25 min avrodan aşağıdırsa, xaricdə tam təqaüdlü təhsil ala bilərsiniz. İtaliyanın regional need-based, yəni maliyyə vəziyyətinə əsasən verilən təqaüdləri zamanı sizin maliyyə vəziyyətinizə baxılır. Burada dəyərləndirmə kriteriyaları fərqlidir. Üzərinizdə əmlakın olub-olmaması və yaxud da onun dəyəri, maşının olub-olmaması və yaxud da onun dəyəri, kreditləriniz, ailədə neçə nəfərin olması, maaşlar, pensiyalar, təqaüdlər hamısı burada hesablanır. Məsəl üçün, ailədə bir nəfər üzərinə ev varsa, məlum məsələdir ki, bu ailənin yaşaması üçün olan bir evdir və sizin buradan bir gəliriniz yoxdur. Bu zaman o əmsal olaraq daha aşağı olur. Məsələn, burada kiçik bir misal göstərim. Ananızın və atanızın gəliri illik 15 min avrodan söhbət gedir və sizin 60 min avroluk bir eviniz var. Eyni zamanda ailə tərkibiniz 4 nəfərdən ibarətdir. Burada artıq onların dəyərləndirmə kriteriyasına görə təqribən 10-12 minlik bir məbləğ hesablanır. Bu da deməkdir ki, siz bu təqaüdə tam olaraq uyğunsunuz. Hətta ehtiyacı olanlar sırasına daxil edilirsiniz. Azərbaycanda əksərən əslində bu təqaüdə layiq görülmək olur. Amma təbii ki, son zamanlar burada da bir limitləmələr gətirilib. Qeyd edim ki, bu təqaüdlər təbii ki, regional asılı olaraq dəyişir və hər birinin son müraciət tarixləri fərqlidir. May-sentyabr aylarında adətən olur. Ona görə də aprel-may aylarından artıq sənədləri yığmağa başlamaq lazımdır. Çünki sənədlər digər təqaüdlərdən fərqlidir. Növbəti videoda isə sizinlə sənədlər haqqında məlumat paylaşacağım.